Salamlar, vaxtınız xeyir olsun. Biz bugün 7-ci coğrafya kitabından bölmə 2.1 vulkanizm prosesi ölkəmizdə necə baş verir mövzusunu izahına baxacağıq. Gəlin vaxt itmədən dərsə keçək. Yerin daxili prosesləri Azərbaycan relyefin yaranmasında böyük rol oynamışdır. Daxili proseslər ölkəmizin ərazisində tektonik çatıların, maqmatik və palçıq vulkanların, isti və soyuq mineral bulaqlarının geniş yayılmasına səbəb olmuşdur. Bu təbii obyektlər Azərbaycan ərazisində qeyri-bərabər paylanılmışdır. Mətnə proqram olaraq gəlin mətn yaxından təhlil edək. Deyir ki, daxili proseslər Azərbaycan relyefində yaranmasında necə rol oynamışdır? Böyük rol oynamışdır. Yəni, əsas ünsürlərdən biridir. Daxili proses ölkəmizin ərazisində tektonik çatılar, maqmatik və palçıq vulkanlar, isti və soyuq mineral bulaqlar şəklində geniş yayılmasına səbəb olmuşdur. Bu təbii obyektlər Azərbaycan ərazisində qeyri-bərabər paylanılmışdır. Yəni, dedik ki, həm palçıq vulkanlar, həm maqmatik vulkanlar, isti və soyuq bulaqlar Azərbaycan ərazisində bərabər deyil, qeyri-bərabər şəkildə paylanır. Bir ərazidə çox, bir ərazidə az ola bilər. İndi gəlin mətnə davam edək. Azərbaycanda çoxlu termal və isti bulaqlar vardır. Onlarda suyun temperaturu 34 dərəcədən çox olur və tərkibi minerallarla zəngindir. Bəzi bulaqlarda su yer səthindən qaynayaraq çıxır. Termal bulaqlar əsasən dağlıq ərazilərdə. Bunlardan ən məşhur Kəlbəcər rayonundakı isti sudur. İsti suyun tərkibi Çexiyadakı məşhur Karlov Vary mineral suyuna oxşardır. İndi isə gəlin mətni daha yaxın təhlil edək. Azərbaycanda deyir ki, çoxlu termal və isti bulaqlar vardır. Suyun temperaturu 37 dərəcədən çox olur. Tərkibi minerallarla zəngindir. Bəzi bulaqlar yer səthindən qaynayaraq çıxır. Termal bulaqlar əsasən dağlıq ərazilərdə yayılır. Yəni, yadda saxlayaq. Azərbaycanda ən məşhur termal bulaqlar Kəlbəcər rayonundakı isti sudur. İsti suyun tərkibi dedik ki, hansı ölkədəki termal suya bənzəyir? Çexiyadakı Karlov Vary mineral bulağına bənzəyir. Yəni, dedik ki, mineral bulaqlar, yəni isti sulara biz termal və isti bulaqlar da deyəcəyik. Onların temperaturu 37 dərəcədən çox olur. Tərkibi minerallarla zəngindir. Bu, bəzi bulaqlar yer səthindən qaynayaraq çıxır. Termal bulaqlar deyik ki, əsasən dağlıq ərazidə olur və Azərbaycanda ən məşhur termal bulağımız deyik ki, isti sudur. İsti su tərkibi Karlov Vary, yəni Çexiyadakı Karlov Vary mineral bulağına oxşardır. Mətni oxuduq, gəlin mətni yaxından oxuduq. İndi isə gəlin sualları cavablandıraq. Birincidə deyir ki, A, B şəkillərini istinad edərək sualları cavab verin. A-da verilən təbii obyektlər sadallanan üçün onların Azərbaycanda geniş yayılmışdır. A-da görürük ki, məsələn, palçıq vulkanları, mineral bulaqlar, həmçinin tektonik çatılar geniş yayılmışdır. Kiçik Qafqaz ərazisində də maqmatik vulkanlar mövcuddur. Bunun əsas səbəbi ölkəmizin tektonik çatılar üzərində yerləşməsini biz deyə bilərik. Daha sonra B-yə baxaq. Azərbaycan fiziki və inzibati xəritəsini istifadə edərək cədvəl tamamlayıb. Bizdə deyir ki, təbii obyektlər, maqmatik vulkanlar, palçıq vulkanlar və termal və mineral sular yayıldıqları ərazilər və inzibati rayonları bizdən istəyir. Maqmatik vulkanlar harada yayılacaq? Demişdik ki, yayıla bilər Kiçik Qafqazda və Qarabağ vulkanik ailəsində yayıla bilər. Hansı rayonlarda yayılacaq? Laçın və Kəlbəcərdə. Palçıq vulkanları yayıldığı ərazilər Abşeron yarımadası, daha sonra Qobustan, Xəzər dənizində yayıla bilər. Yayıldığı rayonlar isə, inzibati rayonlar isə Abşeron rayonu ola bilər, daha sonra Qobustan rayonu ola bilər, Şamaxı rayonu ola bilər. Daha sonra termal və mineral sular. Termal sular hansı ərazilərdə yayıla bilər? Bizə Kiçik Qafqazda, Talış dağlarında, Böyük Qafqazda yayıla bilər. Və yayıldığı rayonlar isə, yəni inzibati rayonlar isə Masallı, sonra Qax, daha sonra biz bura Naxçıvanda qeyd edə bilərik, Badamlı, Bayxırı, biz bura misal çəkə bilərik. Daha sonra C-yə baxaq. Bu təbii obyektlərin yayılmasının hansı qanuna uyğunluğu müşahidə edirsiniz? Bu, əsasən bu cür obyektlər, həm maqmatik vulkanlar, həm palçıq vulkanları, mineral bulaqlar əsasən tektonik çatılar üzərində yerləşir və bunun nəticəsində də bu təbii obyektlər yaranır. Səbəbi budur. Biraz burada palçıq vulkanlar istisnalı təşkil edir. Palçıq vulkanlar çökmə sular olduğu ərazilərdə geri şəkildə yayılır.
Daha sonra D-yə baxaq. B-dəki bulağın yerini A-da tapın. Onun temperaturu müviqə arasında əlaqə varmı? A-dakını deyir ki, B-dəki bulağın yerini tapın. B-dəki bulaq isti sudur, yəni Kəlbəcərdə yerləşir. Baxın, burada yerləşəcək. Burada yerləşəcək. Və onun temperaturu ilə əlaqəsi bundan ibarətdir ki, demişdik ki, termal sular birbaşa maqmanın təsiri nəticəsində qaynayır və yer səthinə bulaqlar səthində çıxır. Bunun da səbəbini biz izah elədik. Dedik ki, səbəbi maqmanın suyu qızdırması nəticəsində termal bulaqlar yaranır. İndi isə mətnə davam edir. Azərbaycanın Kiçik Qafqaz ərazisində Qarabağ vulkanik yaylasında sönmüş vulkanlar rast gəlinir. Onlardan bəziləri kraterində göllər yaranmışdır. Böyük işıqlı vulkan da bunlardan biridir. Dedik ki, sönmüş vulkanlar Azərbaycan hansı ərazidə yayılıb? Kiçik Qafqazda, Qarabağ vulkanik yaylasında geniş yayılmışdır. Yəni Azərbaycanda dedik ki, sönmüş maqmatik vulkanlar mövcuddur. Və onların bəzi kraterlərində göllər də yaranmışdır. Böyük işıqlı vulkan da bunlardan biridir. Yəni vulkanlar kraterində göllər də yarana bilir. Buna misallarda böyük işıqlı vulkanını biz dedik. İndi isə gəlin palçıq vulkanlar haqqında məlumat alaq. Dünyada olan palçıq vulkanlar 400-ə qədər Azərbaycandadır. Palçıq vulkanlar püskürən zaman səthdə su buxarı, qazlar və su neft qarışır və qaynar sıyıq palçıq kütləsi püskürür. Dünyanın ən böyük palçıq vulkanlarından biri olan Torağay Azərbaycandadır. Qobustanda yerləşən bu vulkan hündürlüyü 402 metrdir. Kraterin diametri isə 500 metrdir. İndi gəlin mətni daha yaxın təhlil edək. Deyək, dünyada olan palçıq vulkanlarının 400-ə yaxını Azərbaycandadır. Palçıq vulkanlar püskürən zaman necə püskürür? Əvvəlki dərslərdən biz öyrənmişdik. Yer səthinə su buxarı, qazlar, daha sonra su neft qarışığı, qaynar sıyıq palçıq kütləsi yer səthinə püskürür. Dünyanın ən böyük palçıq vulkanlarından biri olan dedik ki, Torağay da Azərbaycandadır. Qobustan rayonunda yerləşən bu vulkanın hündürlüyü 402 metrdir, diametri isə 500 metrdir. Yəni Torağay harda yerləşdiyi? Qobustan Azərbaycanda, Qobustan rayonunda yerləşir, hündürlüyü 402 metrdir, diametri 500 metrdir. Və deyir ki, dünyanın ən hündür palçıq vulkanlarından biridir. Daha sonra quruda olduğu kimi suyun altında da palçıq vulkanları püskürür. Belə ki, dənizdə 140-a yaxın palçıq vulkanı vardır. Sualtı palçıq vulkanları püskürərkən adalar yaradır. Bakı arxipelagında 8 ada palçıq vulkanların püskürməsində yaranır. Məsələn, Xərəzirə, Cigmil, Səngimuğan, Zəmbil, Daşlı adı belə adalardandır. Dedik ki, quru ilə yanaşı suda da palçıq vulkanları mövcuddur. Suda palçıq vulkanları püskürən zaman dedik ki, nə yaradır? Sualtı palçıq vulkanı püskürən zaman dənizdə adalar yaradır. Bakı arxipelagında da 8 ada məhz palçıq vulkanları püskürməsi nəticəsində yaranır. Bu adalar Xərəzirə, Cigmil, Səngimuğan, Zəmbil, Daşlı ada belə adalardandır. Dedik ki, Xəzər dənizində 140-a yaxın palçıq vulkanı mövcuddur. Bunu da yadda saxlayaq. Dedik, Azərbaycanda 400-ə yaxın palçıq vulkanı var. Xəzər dənizində də 140-a yaxın palçıq vulkanı mövcuddur. Mövzu ilə mətni oxuduq. İndi isə sualları cavablandıraq. Bizə deyir ki, C, D və E şəkillərinin əsas sualları cavablandıraq. Baxın, bu bizim C şəklimiz. Bu bizimdir, bu da bizim E şəklimiz. Sualları əsasən cavablandırın. Təsəvvür edin ki, C-dəki əraziyə səyahət etməsi, bunun üçün hansı inzibati rayona getməlisiniz? Böyük işıqlı vulkanı biz bildik ki, Laçın rayonu ərazisində yerləşir. Biz böyük işıqlı vulkan görmək üçün Laçın rayonuna səyahət etməliyik. Daha sonra orada müşahidə edəcəyiniz təbii şəraiti, suxurlar, göllər, hündürlüklər, təbiət mənzərəsi haqqında fikirlərinizi söyləyin. Biz Laçın rayonuna getsək, yəni böyük işıqlı vulkanını görsək, biz orada göl görə bilərik, sonra meşəli ərazi görə bilərik, torpaq örtüyünü görə bilərik, iqlim tiplərinin dəyişdiyini görə bilərik və s. kimi coğrafi unsurları biz orada canlı şəkildə müşahidə edə bilərik. Daha sonra C-yə baxaq. Deyir, D-dəki vulkanların Azərbaycanda
Çox olmasının səbəbi nədir? Deyək ki, vulkandan çox olması. Demişik ki, palçıq vulkanlar əsasən harda yayılır? Yəni, çökmə mənşəli ərazilər, çökmə mənşəli faydalı qazıntılar olduğu ərazilərdə yayılır. Azərbaycan da bilirik ki, neft və qazla zəngin ölkədir. Bunun nəticəsində də ölkəmizdə palçıq vulkanları geniş yayılmasına gətirib çıxarmışdır. Bu da oldu bizdə C-nin cavabı. İndi isə gəlin D-yə baxaq. D-də deyir ki, D və E şəkillərindəki vulkanlar L-Elvena ilə müqayisə edin. Baxın, bu D şəkili Torağay vulkanı. Bu da Y şəkili Daşlada vulkanı. Deyir ki, oxşar və fərqli xüsusiyyətlərini bizdən istəyir. Fərqli xüsusiyyəti məsələn Torağaya biz deyə bilərik ki, hündürlük daha hündürdür, quruda yerləşir. Daha sonra deyə bilərik ki, Azərbaycan ən böyük palçıq vulkanıdır. Bu kimi ünsürləri biz Torağaya aid edə bilərik. Daşladaya biz fərqli olaraq deyə bilərik ki, su altı palçıq vulkanıdır. Püskürmə zamanı adalar yaranır. Daha sonra dedik ki, Torağaya biz dedik ki, daha hündür olur, quruda yerləşir. Həmçinin diametri də 500 metrdən çoxdur. Bu oldu Torağaya aid. Daşlada vulkanına da biz deyə bilərik ki, sualtı vulkandır. Püskürməsi nəticəsində adalar yaranır. Oxşar xüsusiyyəti kimi də götürə bilərik ki, hər ikisi püskürən zaman daşlı, palçıqlı, yəni gilli maddələr püskürür, həmçinin neftli maddələr püskürür. Daha sonra hər ikisi püskürdüyü zaman tərkəli ola bilir. Bunu da qeyd edə bilərik. Oxşar xüsusiyyətlərinə də biz bunları deyə bilərik. Daha sonra Y-yə baxaq. Y şəklindəki aktiv vulkan, sönmüş vulkana çevrilərsə zaman keçdikcə adanın sahəsi necə dəyişə bilər? Fikrinizi əsaslandırın. Baxın, Y şəkli, baxın, Daşlada vulkanını bizdən istəyir. Baxın, fikir verirsə, vulkan püskürdükcə adanın sahəsi artar. Əgər vulkan sönsə, yəni zaman keçdikcə dalğalar adanın sahillərini yuyacaq və dənizə qarışacaq. Nəticədə adanın sahəsi kiçiləcək. Ona görə də ada əgər vulkan aktivliyi azalarsa, adanın sahəsi bir mənalı şəkildə kiçiləcək. Daha sonra üçüncü tapşırığa baxaq. Maqmatik və palçıq vulkanı ətrafında hansı faydalı qazıntılar yayıla bilər? Nə üçün? Palçıq vulkanı ətrafında demişdik ki, çökmə mənşəli faydalı qazıntılar olur. Neft, qaz kimi faydalı qazıntılar olur. Maqmatik vulkanların ətrafında isə filiz faydalı qazıntılar daha çox ola bilir. Bu da oldu üçüncü tapşırığın cavabı. İndi isə dərinləşdirmə tapşırığına baxaq. Yatmış vulkanlar oyana bilərmi? Gəlin buna baxaq. Şimali Amerikada yerləşən Yellowstone dünyanın süper vulkanı hesab edilir. Vulkanın altında nəhəng magma ocağı vardır. Bu ocağın dərinliyi 9 km, eni 60 km-dir. Uzunluğu isə 80 km-ə çatır. Vulkan o qədər nəhəngdir ki, onun konusu belə yoxdur. Burada magma daim hərəkət edərək zəlzələlər törədir. Vulkanın kraterində çoxlu sayda geyzerlər və termal sular vardır. Alimlər hesab edirlər ki, Yellowstone püskürməsi yer kürəsində atmosferin, relyefin, canlı aləmi və iqlimin dəyişməsinə səbəb ola bilər. Məsələn, oxuda gəlin mətnə daha yaxın təhlil edək. Yellowstone vulkanı harada yerləşir? Şimali Amerikada yerləşir və dünyanın süper vulkanı hesab olunur. Vulkan altında nəhəng magma ocağı vardır. Bu ocağın dərinliyi 9 km, eni 60 km, uzunluğu 80 km-dir. Olduqca nəhəng bir ocağa malikdir. Bu vulkan o qədər nəhəngdir ki, konusu yoxdur. Konusu olmayan bir vulkandır. Burada magma daim hərəkət edir. Hərəkət edərkən də zəlzələlər törədir. Vulkan kraterində çoxlu sayda geyzerlər və termal sular vardır. Bunu dedik ki, geyzer və termal sular əsasən magmanın suyu qızdırması nəticəsində yaranır. Alimlər hesab edir ki, Yellowstone püskürməsi yer kürəsində atmosferin, relyefin, canlı aləmin, iqlimin dəyişməsinə səbəb ola bilər. Bu da oldu bizim Yellowstone vulkanı haqqında məlumatımız. İndi isə gəlin sualları cavablandıraq. Birinci tapşırıqda deyir ki, Yellowstone mövqeyi onun süper vulkan olmasına təsir necə izah edir? Litosfer dağlar hərəkətində seismik qurşaqlarından istifadə edir. Dedik ki, Yellowstone vulkanı litosfer dağların toqquşma sərhədində yerləşir. Daim aktivlik zonasındadır. Bu da onun süper vulkan olmasına gətirib çıxardır. İkinci suala baxaq.
Super vulkanı magma ocağı ölçüləri sizdə hansı fikirlər oyadır? Baxın, burada elə qeyd edeyim, nəhəng vulkan altında nəhəng magma ocağı vardı. Bu ocağın dərinliyi 9 kilometr, eni 60, uzunluğu 80 kilometrdir. Yəni bu çox nəhəngdir, lakin yatmış vulkan hesab olunur və bu nəticəsində əgər vulkan püskürərsə zəlzələlər yarada bilər, iqlimə təsir edə bilər, relyefə təsir edə bilər, canlı aləmi məhvinə gətirib çıxarda bilər. Təsəvvür edin ki, nə qədər faciəyə gətirib çıxarda bilər. Bu da vulkan adına göründüyü kimi magma ocağı vulkana da super vulkan adı verməyə gətirib çıxardır. Üçüncü tapşırığa baxaq. Gəlin buranı təmizləyim. Üçüncü tapşırığa baxaq. Nə üçün alimlər Yellowstone'da baş verən ən zəif proseslər belə diqqətlə araşdırılır? Baxın, burada qeyd olunur. Burada magma daim hərəkət edir, zəlzələlər törədir. Baxın, Yellowstone'un magma ocağı daim hərəkət edir və zəlzələlər törədir. Vulkan kraterində çoxlu sayda geyzer və termal sular vardır. Alimlər hesab edirlər ki, Yellowstone püskürməsi yer kürəsində atmosferin, relyefin, canlı aləmin, iqlimin dəyişməsinə səbəb ola bilər. Yəni, Yellowstone püskürməsi ekosistemin dəyişməsinə gətirib çıxarda bilər. Ona görə də alimlər ən kiçik hərəkətləri belə izləyirlər, Yellowstone'un ən kiçik hərəkətlərini belə izləyirlər. Daha sonra dördə baxaq, hansı proses və hadisə yatmış vulkanı oyada bilər? Məsələn, güclü zəlzələ, tektonik toqquşmalar vulkanı yenidən aktiv edə bilər. Dedik ki, güclü zəlzələlər, tektonik toqquşmalar Yellowstone vulkanını yenidən aktiv vulkana çevirə bilər. 5-ci tapşırığa baxaq. Yellowstone super vulkanı püskürərsə yerin təbiətinə hansı dəyişikliklər baş verər? Fikirlərinizi zəlzələ üzrə əsaslandırıb yazın. Atmosferə təsiri. Yellowstone püskürərsə bilir ki, vulkan püskürdüyü zaman havaya kül buludu, qaz buludu yayır. Bu nəticəsində atmosferdə zərərli qazların miqdarı çoxala bilər. Daha sonra havada toz, kül buludu çoxala bilər. Günəş şüalarının qarşısı kəsilə bilər. Bu oldu atmosferə təsiri. Relyefə təsiri ola bilər ki, güclü partlayış nəticəsində relyef parçalana bilər, torpaq örtüyü dağıla bilər. Həmçinin materikdə çatlama baş verə bilər, yəni materik iki hissəyə bölünə bilər. Bu kimi təsirlər ola bilər. İqlim təsiri bundan ola bilər ki, dedik ki, vulkan püskürdüyü zaman havaya toz buludu, sonra qaz buludu yayır. Bu nəticəsində havada oksigenin miqdarı, havadakı qazların miqdarı kəskin şəkildə dəyişilə bilər. Həmçinin günəş şüaları da qarşısı kəsilsə, iqlim dəyişiklikləri, daha sonra temperatur fərqinin artıb azalması müşahidə oluna bilər. Canlı aləmə təsiri, orada yaşayan insanlar, heyvanlar, bitkilər zərərli qazlardan məhv ola bilər. Həmçinin toz və kül buludları həm canlıların ağciyərlərini yarar sala bilər. Yəni bu kimi vasitələr nəticəsində canlı aləm mənfi təsir görə bilər və məhvinə gətirib çıxarda bilər. Daha sonra Yellowstone püskürərsə baş verən dəyişiklik Azərbaycan təbiətinə təsir edərmi? Fikirlərinizi əsaslandırır. Yellowstone püskürərsə artıq bu qlobal hadisədir və Azərbaycan da dünya təsirləndiyi kimi Azərbaycan da az-çox bu təsirləməyə məruz qala bilər. Məsəl üçün, ölkəmizdə hava çirkliyi arta bilər, qazların miqdarı dəyişilə bilər. Bu kimi proseslər ölkəmizdə özünü göstərə bilər. Həmçinin ölkəmizdə temperaturun artıb azalması da müşahidə oluna bilər. Dərsimiz bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm. Kanala abunə olmağı unutmayın. Gələn videolarda görüşənədək hələlik.